Salam əziz tamaşaçılar, xanımlar, saatında hər birinizi xoş gördük. Paxıllıq bütün insanlara xas olan bir duyğudur. Amma bəzi insanlar paxıllığın əməli başlı əsrinə çevrilirlər. Qonşudan geri qalma deyərək bəzən bütün ömrümüzü bəslə keçiririk. Bəlkə əziz tamaşaçılar, bu bəladan qurtulmağın vaxtı gəlib çatıb. Beləliklə, AİK şirkətinin və ITCC Xaricdə Təhsil Mərkəzinin baş sponsorluğu ilə Xanımlar Saatı başladı. Və mən Xanımlar Saatının bugünkü qonaqlarını sizə təqdim eləyirəm. Hər zaman çox gözəl, nazlı qəmzəli bir xanım Nazənin xanımı dəvət eləyirəm. Nazənin xanım, xoş gəlmişsiniz Xanımlar Saatına. Əyləşin əzizim. Doktor Davud Tibb Mərkəzinin təsisçisi Davud Doktoru dəvət eləyirəm. Davud müəllim, xoş gəlmişsiniz Xanımlar Saatına. Buyurun, əyləşin. Və gözəl bir xanım, gözəl şairəmiz, sevimli şairəmiz Cüğatel xanımı dəvət eləyirəm. Cüğatel xanım, xoş gəlmişsiniz Xanımlar Saatına. Saz, söz sənətkarı Aşıq Namiqi dəvət eləyirəm. Xoş gəlmişsiniz Namiq və Xanımlar Saatına. Buyurun, əyləşin. El arasında deyirlər ki, qonşudan qalma geri. Qonşu getdi irəli, mən dalda qaldım. Bəzən insanlar həqiqətən də paxıllıq dərəcələrinə görə bir-birindən fərqlənirlər. Nə qədər, amma gəlin etiraf eləyək ki, ən çox qadınlar paxıl olurlar. Kişilərə nisbətən deyirlər ki, xanımlar daha paxıl olurlar. Buna səbəb nədir? Paxıllıq nədən yaranır? Niyə insanlar bir-biri ilə belə bəhsə girirlər, həyatını rahat, sərbəst yaşamaq əvəzinə? Cüğatel xanım, sizdən başlayaq. Biri var paxıllıq, biri var həsəd, biri var qısqançlıq. Biri də var qibtə. Biri də var qibtə. Bunların fərqlərini öyrənəcək irəliyən saatlarımızda. Buyurun, bəli, indi bunlar hamısı başqa-başqa şeylərdir. Amma yenə ümumi kökündə gəlib haradasa eyni bir məntiq var. O ki, qaldı qadınlarla kişilərin ki, deyirsiniz ki, kişilərdə azdır, qadınlarda çoxdur. Bəli. Valla, pres necədir? Bu, insanın iç dünyasından asılıdır. Bu, məncə belədir ki, bir balaca fərq oradadırsa, kişilər biraz təmkinlidir. Mənim paxıl insanlara çox ürəyim ağrıyır, yazığım gəlir. Xəstəlikdir, paxıllıq xəstəlik deməkdir. Paxıllıq birbaşa insanın ürəyinin xəstəliyi deməkdir. Hə, Nazənin xanım, siz də elə düşünürsünüz? Mən də salamlayıram əvvəla sizi, qonaqlarımızı və ekran başında olan bütün tamaşaçıları. Mən də xəstə bilirəm onları. Cüğatel xanımın bütün sözlərinə şərikəm. Ürəyimdən dedi, mənim artıq əlavə heç nə deyə bilmərəm. Sadəcə bunu deyirəm ki, elə insanlar psixoloq heç olmasa geçsələr daha yaxşı olar. Çünki rahatlaşarlar, belə insan beynində ancaq paxıllı olur. Bunda var, niyə məndə yoxdur? Bu populyar oldu, mən niyə olmadım? Bunun həyatında bu var, mən nə üçün məndə yoxdur? Yəni ətrafımızda belə paxıl insanlar çoxdur. Yəni tək bizim ətrafımızda deyil ki, ümumiyyətlə bütün sahələrdə var. Hər kəsin ətrafında bu ola bilər. Bu həyatda yaşananlar da hamısı var. Bunu gəlin qəbul eləyək ki, bugün biz desək yox, belə şey yoxdur. Belə şeylər var. Amma yəni ağlı zəkası, təbii ağlı zəkası olan insan heç də bu hissi heç özünə yaxın buraxmaz. Hər şeyi o gözəl Allah verir insana, hər bir şeyi və insanın bəzən çox vaxt öz əlində olur, özünə hörmət qoydurması, özünə o hissi yaxın qoymaması insanın özündən asılıdır. Davud müəllim, siz necə düşünürsünüz? Bu prinsipdə yaşayan insanlar çoxdurmu? Paxıllıq hissi ilə, bir-birinə bəslə həyatını keçirən, başa vuran insanlar, qonşunun bəhsinə mən də bunu eləyim, bəlkə heç özü bunu istəmir, istəməyərəkdən bu addımı atır, nə var ki, qonşuda bu var, mən də girim onu əldə eləyim, ya da o hansısa bir uğura çatdı, mütləq mən də ondan geri qalmayım, yüksəlim işimdə, amma bunun yaxşı tərəfləri də var. Buyurun, Davud müəllim. Təşəkkür edirəm. Biz təşəkkür edirik. İlk öncə bugün əməkdaşlığımızın 2-ci günüdür sizin proqramla. Və biz bu əməkdaşlıqdan çox məmnunuq, Davud müəllim. Sizə də təşəkkür edirəm və ümidvaram ki, bu əməkdaşlığımızın xalqımıza az çox xeyri deyəcək inşallah. İnşallah. O ki, qaldı insanların
Bu keyfiyyətlərinə təbii ki, insanlar müxtəlifdir, həyat müxtəlifdir, rəngarəngdir, hər cür insan var, hər rəngdə insan var, hər xasiyyətdə insan var və o ki qaldı onların həsəd aparması başqa şeydir. Həsəd aparması, paxıllıq aparması başqa bir xüsusiyyətdir. Amma təəssübkeşlik başqa şeydir. Təbii ki, bütün qadınlar, bütün insanlar, o cümlədən kişilər istər ki, bu təəssübkeşlik hissi başqa şeydir. Yəni, qonşumda bu var, məndə də olsun. Mən tutaq ki, yaxşı həkiməm, o bursu da arzulasın ki, mən yaxşı olum. Bir balaca rəqabət hissini. Bəli, bu gözəl xüsusiyyətdir. Amma paxıllıq ki, bunda var, niyə onda var, məndə yoxdur? Bilirsiniz, Allahın, Taalanın, hərənin bir qisməti olur. Durumuna şükür eləməyən insan bədbəxt insandır. Hərənin bir qisməti olur. O insan xoşbəxt insandır ki, özündən aşağı baxır, şükür eləyir, nəinki yuxarı baxıb fikir eləyir. Amma çalışmayan insan da bədbəxt insandır. Bugün nəyə nail olubsansa, arzula, o qonşu nail olana ol. Heç də nahaqdan aqillər deməyib, atalar deməyib ki, özünü bir inəkli, qonşunu iki inəkli. Əsl insana xas olan xüsusiyyətdir. Amma nə eləyəsən ki, nə olar, nə qədər mariflənmə olsa da, nə qədər təlqinlər olsa da, acısı da olacaq, şirin olacaq. Həyat elə buna görə gözəldir. Davud müəllim, bu paxıllıq Nazənin xanım dedi ki, bir xəstəlikdir. Xəstəlikdirmi bu? Əlbəttə. Bəs bu xəstəlikdən qurtulmağın yolları varmı? Mariflənmək. Mariflənmək. Yəni, oxumaq. İnsan dünyanı dərk elədikcə başqasının uğuruna sevinməlidir. Nəinki ona kədərlənməlidir. Amma nə olur olsun, həyatda hər cür olur. Eniş də var, yoxuş da var. Biz elə bax bu medianın, bu televiziyanın, ictimai təlqin vasitələrinin elə yaxşılığı ondadır ki, biz ancaq yaxşıları, yaxşı xüsusiyyətləri təlqin edək, çatdıraq. Və gənc nəsil, eşidən həm sənətçinin dilindən, həm həkimin dilindən, həm aparıcının dilindən ancaq yaxşı olmaq. Yaxşını təbliğ edir. Bəli, yaxşını təbliğ edir. Nə gözəl. Namiq bəy, siz necə düşünürsünüz? Xanımlarda da paxıllıq var. İndi bəzi, keçən dəfə dediyim kimi, dırnaqarası kişilər var. Bunlarda da paxıllıq çoxdur. Kişilərdə laf çoxdur, deyir Nazənin xanım. Düz deyir. İncəsənət aləmində daha çox paxıllar var. Valla, incəsənət aləmində bir dəqiqə, məsələn, filan kəs deyək ki, bir konsert verdi, filan kəs bir veriliş açdı, filan kəs nəsən bir iş gördü. Bu niyə? Başlayırlar ki, bu qonşu kanalların birində mən bir layihə etmişdim. Valla, təsəvvür et ki, bizim bəzi adamlar var idi da. Orada nə bilim, Aşıq Ələsgərin şəklini orada qoymuşdu. Burada nə bilim, bunu niyə belə eləmişdi? Orada niyə öz şəklini qoymuşdu? Hamısı da mənim qulağıma çatır da. Namiqin sözünə qüvvət, Namiq çox gözəl vurğulur. Ən çox biz öz sənətimizdə bunu nə üçün hiss eləyirik, Namiq? Misal üçün, mən Ayrəyə mahnısını oxudum, Sevci Mansurova təşəkkür edirəm. Çox da sevildi. Söz yazar onundur. Yəqin ki, hansı el şənliklərinə gedirlər, bunu təbii ki, sifariş verirlər. Namiq, tələbat çoxdur buna. Və bir axım başladı ki, elə sözlər çaxdı ki, qulağıma. Aydın bir elə mahnı yaz ki, Nazənin mahnısı bir sənin olsun onun yanında. Sağlam rəqabəti çox sevirəm mən. Çox gözəldir. Mən bu fikri daha çox istəyirəm. Amma gəlin belə bir düşünək də, bunu paxıllıq kimi də mən qəbul eləmirəm. Amma bir də var, mahnını bilir, Namiq oxuyur, özü başqa toylarda da oxuyur, eləyir. Sadəcə olaraq bir də görsən ki, elə bir məclis var ki, orada ona sifariş verir, Ayrəyəm deyir, amma mən mahnını bilmirəm. Və onlar da gedirlər, burada hal-hazırda bilirsiniz ki, DJ-lər maşallah çox, elə mənim səsimi gətirirlər, qoyurlar. Yəni, paxıllığından bu insan o mahnını oxumur orada. Yəni, düşünürsünüz ki, bu paxıllıqdan olan bir hərəkət. Təbii ki, paxıllıqdandır və onlar da gəlirlər ki, bilmirsiniz, gedin gətirin, o diskdən qoy, Nazənin xanımın səsi gəlsin. Yəni, mən bunu ne üçün deyirəm? Bəzi insanlar xəstə kimi görürəm mən bunlar. Amma mən sevə-sevə oxuyuram. Nazənin xanım, siz özünüz necə? Sizin öz mahnınızı başqasının ifasında, eşidəndə, dinləyəndə bir qısqançılıq yaranırmı? Paxıllıq yaranırmı? Məni tanıyanlar tanıyır. Mən özüm vermişəm mahnımın minuslarını. Hər kəsə, bütün müğənnilər oxuyur. Və Köyün xanım Kərimova nə oxuyursa birinci o minusu mənə gəlir. Mən əksinə sevinirəm, fəxr eləyirəm ki, mənim mahnılar oxunmasa, Şahitə xanım, mahnılar oxunmasa, o mahnı necə yadda qala bilər? Mən əksinə çox sevinirəm, çox. Hətta mənim mahnılarımı efirə artıq oxuyurlar. Bəzi müğənnilər qadağa qoyur ki, oxumayın, mən bunu oxumuşam. Amma mən tam əksi, Ədələ Şükürovdan tutmuş, daha kimlər oxumur?
Paxıllıq savadsızlığın məhsuludur. Bəli, mən deyəcəyim Elmli insan, oxumuş insan, mən diploma olanı demirəm. Diplomu hamı ala bilər. Sən deyirsiniz ki, paxıllıq savadsızlıqdan irəli Dünyanı gələn bir dərk duyğudur. eləyən insan paxıl ola bilməz. İndi kim paxıldırsa o dünyanı dərk eləmir, həyatı dərk eləmir. Mən bu belə jargon söz deyil, bu bir düsturdur, bu bir normadır, bu bir belə. Kim kiminsə paxıllığını çəkirsə, bəzən biraz qarış-quruş ola bilər. Yəni hissiyatda qarışıq, onu həsəd aparmaq, hardasa onun səviyyəsinə qalxmaq, bu ola bilər. Amma onu sağlam rəqabət ola bilər. Orada üzr istəyirəm, həkim çox gözəl qeyd elədi. Yəni tam anlamlı olmaq, dünyanı dərk etmək, insanlığı, insaniyyətliyi, Allahı, ürəyi, könülü, bax bunları dərk edən insanlar heç vaxt paxıl ola bilməz. Heç vaxt paxıl ola bilməz. Qarşıdakını özlərindən güclü biləndə və yaxud kimsə özünü qarşıdakından zəif biləndə, o da yenə həmin o həkimin dediyi kimi zəif düşüncələrdən yaranan paxıllıqlar əmələ gəlir. Ən çox bacarıqsız insanlar başlayır paxıllıq çəkməyə. İstedadı olmayan. İstedadı olmayan insanlar başlayır paxıllıq çəkməyə. Bəzilərdə, Cəğatə xanım, çox üzr istəyirəm. Buyurun. Bəzilərdə o qədər böyük paxıldır, hər kəs də bilir paxıldır. Elə qəşəng danışır, deyir, mən paxıl deyiləm. Bəzən elə paxıl olan insanlar elə danışır. Paxıllıqdan bir var rəqabət olsun. O sağlam rəqabət nə gözəldir. Məsələn, mən harada belə içimdə bir yaxşı mənada qibtə keçər. O gözəl bir Çox gözəl bir şeir oxuyanda, dinləyəndə, inanın tam səmimi deyirəm ki, öz-özümə deyirəm, ay Allah, bu nə gözəl şeir. Kaş mən də bu şeiri kaş mən Yəni heç bir yazmışam. qısqanclıq da olmur sizin işinizdə, öz sənətinizi, bu şeirləri qısqanmırsınız. İndi bilirsiniz necədir? Valla adamlar o qədər Nazan xanım elə gözəl söz dedi ki, dedi ki, o paxıllar deyir ki, mən paxıl deyiləm. Halbuki paxıllıqdan, hətta nifrətdən keçirlər, böhtana düşmənçəliyə də keçirlər və onlar başlayırlar deməyə ki, biz paxıl deyilik. Amma yaxşıya, yaxşı belə deyə bilməyən paxıllar var. Bəli. Amma bir də gözəlliyi görməyən, buna nə olar? Yaxşı münasibət Amma Nazan xanım, çox üzr istəyirəm. Belə politik paxıllar da var. Aha, o necə olur Cəğatə xanım? Onu Namik açıqlasın da. Namik bu saat açıqlayan Namikin də rəyi doludur. Necə? Bax, məsəl üçün, mən bir xanımı tanıyıram. Bilirəm ki, özündən asılı deyil də, bu insan çox paxıldır. Xəstəlikdir. Və bir də biz... Buna toxunacaq. Əslində dalıq, mən çox əziyyət çəkir elə insanlar. Fikrinizi tamamlayın. Bir məclisdə oturmuşduq. Məsəl üçün, mən özüm də həmişə elə böyüklərə yol göstərənəm. Başladılar orada üzr istəyirəm, biraz təvazükarlıqdan uzaq olsa, nə bilim, nəysə, mənim haqqımda yaxşı sözlər deməyə. Mənim haqqında deyən şeiriyyətim haqqında. Tərifləməyə başladılar. Və bu xanım da mən bilirəm axı ki, asır, kəsir və nələrdir. Başladı, bu da lap böyük tərifləməyə. Və sonra mən buna yavaşca yaxınlaşdım, bu xanıma. Dedim ki, demədim ki, mən eşitmişəm, axı sən məni istəmirsən filan. Dedim ki, ay filan kəs xanım. Baş hərfin deyəsən. Dedi ki, əgər mən səni pisləsəm, dedisin ki, sənin istedadına xalq bələddir. Mən əgər sənin haqqında pis danışsam, onda mən özüm hörmətdən düşmüş olaram. Çünki xalq görür axı sənin istedadını. Maraqlı söhbətlərimiz var, davam edəcək. Amma bizim bir maraqlı sujetimiz də var, əziz tamaşaçılar. Biz bu yaxınlarda Gürcüstan Azərbaycanlıları ilə görüşdük. Oradakı evdar xanımlar, ümumiyyətlə oradakı xanımlarla görüşdük, həm söhbət olduq. Onların qabiliyyəti ilə, bacarıqları ilə tanış olduq. Bizim görüntülərimiz var, əməkdaşlarımız orada çox xoş təəssüratlarla qayıdıb, əziz xanımlar. Mütləq bizi izləyin ki, bu sujetləri görəsiniz. Xanımlar saatındasınız əziz tamaşaçılar. Verilişimizə AİK şirkətinin və ITCC Xaricdə Təhsil Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Bugün çox maraqlı bir mövzumuz var. Paxıllıqdan, qibtə hissindən danışırıq və bir-birindən maraqlı qonaqlarımız da var, dəyərli fikirləri var. Bundan əlavə əziz xanımlar, artıq siz bilirsiniz ki, hər gün bizim xanımlar saatında çox bacarıqlı, gözəl əl qabiliyyəti olan xanımları dəvət edirik biz verilişimizə. Bugün də belə bir qonağımız var. Banu xanımı mən dəvət edirəm. Gəlin ondan yaxından tanış olaq. Banu xanım, xoş gəlmişsiniz. Artıq ikinci dəfədir ki, iştirakçısınız. Burada sizə alaq iş məsasına. Bir qədər maraqlanaq görək Banu xanım. Bugün bizə nə hazırlayacaq, nə göstərəcək. Burada rəsimləri görürəm.
Çox gözəl tablolardır, qız rəsmləri, xanımlar çəkilib burada. Nə hazırlayacaqsınız Banu xanım? Verilişə aid xüsusi bir şəkil çəkəcəm sizin üçün. Xüsusi bir şəkildir. Nə şəklidir? Yəni bir xanım çəkəcəm güllərlə, yəni belə bir şey. Yəni xanımlar saatına hədiyyə olaraq. Bəli. Sonra onu bizə hədiyyə bağışlayacaqsınız. Biz sizə mane olmayaq, siz işinizə başlayın. Yaxınlaşarıq, maraqlanarıq sizin də işinizlə. Paxıllıqdan danışırıq. Sizin necə paxıl rəfiqələriniz varmı? Bax bu işi sizə qısqananlar, paxıllıq eləyənlər olurmu Banu? Bəli, olur özü çox, yəni öz işimdə qarşı. Bəli, yəni, o qədər olur. paxıllıqlar olur ki. Görürsünüz, təkcə sizin sənətdə deyil Nazənin xanım. Kim dedi xüsusilə bizim sənətdə olur? Bu da bir sənətdir. Gözəl, incə sənətin bir növüdür, əl işidir. Demək ki, qısqananlar olur sizə bu işə. Əziyyət çəkirsiniz və siz özünüz kiməsə qibtə hissi ilə yanaşırsınız, kiminsə gözəl bacarığına, əl qabiliyyətinə. Yəni öz bacarım olduğu üçün, yəni başqasının bacarığına paxıllığımı çəkməyə, yəni özümün çox bacarığım olduğu üçün. Amma daha çox mənə paxıllıq edənlər olur. Mən bacarıqlarıma, əl qabiliyyətlərimə, yəni təkcə rəsm deyildi, yəni hətta o qədər sahə Başqa bacarıqlarınız da var. Hansı bacarıqlarınız var? var? Keçən dəfə kimi əl işi məsələn düzəltdiyim işlərdir məsəl üçün. Məsələn şirniyyat bişirməkdə. Şirniyyat bişirmək. Bir dəfə də şirniyyat bişirərsiniz. Biz də dadarıq o şirniyyatlardan. Buyurun, işinizə başlayın ki, verilişin sonuna kimi tamamlansın. Buyurun. Xain xoflu olar. Xain xoflu olar. Paxıl da kinli. Bəli. Onların heç birisi sağlamlıq durumuna xeyir verməz. Bəli. Həkim kimi deyir ha. Yəni xain olub kiminsə xainliğin çəkəndə ki, namiqin deyək ki, ya qeyrisinin uğurudur, az qalır bağırı partlayır. Kimin öz ömrün kəsir. Yəni paxıllıq insanların səhhətində ciddi xəstəliklər verə bilər. Çox axmaq, çox ağır fəsadlar verə bilər. Adicə xain olub nə, ürəyindən qara qanlar axır. Mən niyə belə deyirəm? Yox, həddən artıq. Yəni normal insan xain ola bilməz, bunu dedik. Amma o heç kimə pis eləmir. O özgəsinin uğruna ancaq və ancaq özünə ziyan eləyir, ömrün kəsir. Yəni bundan, amma ağıllı insan o xainin heç hərəkətinə yeri gələndə fikir verir. Elə bir insan yoxdur ki, o paxıllıq yox. O hisslərin, insana ziyan, zərər verən hisslərin heç olmasa bir növünü yaşamasın. Məsələn, mən bir növünü yaşamışam, qısqançlıq. Yox, qısqançlıq, sevgidə qısqançlıq. Deyək ki, Nazənin xanımın uğur, bu sənətdə, incə sənətdə özün göstərir. Deyək ki, mən də məsələn həkimdə azdan çoxdan uğurum var. Mən baxıb bunun səsindən zövq almaq, ifasından zövq almaq, şeirindən, sənətindən zövq alıb yüksək emosiya ilə yaşasam yaxşıdır, yoxsa bağrım partlayıb belə gündən-gün ömrünü kəsir. Gözəlim, siz həkimə dediniz ki, deməli insana zərər vurur. Mən o baxımdan dedim ki, məsələn, mən gəncliyimdə qısqançlıq hissini yaşamışam. Və həqiqətən, yəni sevgi aləmində deyirəm, başqa aləmdə yox. Və o qısqançlıq hissinin nə qədər mənə zərər vurduğunu, hətta xəstə də olmuşam. Namiq bəy, siz heç kiminsə bəhsinə, hansısa uğura imza atmışsınız, bu belə deyim. Nə isə eləmişsinizmi, kiminsə bəhsinə həyatda? Şükürlər olsun Allaha. Valla bir sənə necədir? Mən ilk efirlərdə, məsələn, o vaxt ki, hansı ki, qonşu kanallarda da elə bu kanalda da, ilk efirlərimizdə çıxanda, məsələn, Nazənin xanımla, məsələn, o vaxt bizim xalq artistımızın bir verilişi var, Dagün xanımın. Ora bir yerdə dəvət alırdı. Məsələn, mən efirdə olanda heç bizim o bəzi ki, indiki aşklarımız, bunların heç biri yox idi. Var idi haradaysa, mən, məsələn, şükürlər olsun Allaha, belə, bir də mən deyirlər, neçə yaşım var? Deyirəm, 33 yaşım var. Deyirlər, səndə yaşın, da bu boyda sənin yaşın var, yaşın deyir. Axı sizin sənətinizdə hər zaman dəyişmə baş verir. Yəni, sanki kənardan baxanda elə bilirsən ki, bir-birinin bəhsinə o dedi, bu dedi. Deyirəm, mən 13 yaşımdan, dövlət televiziyamızdan bəri 20 ildir. Demək olar, tamaşaçıların gözü qarşısında belə yavaş-yavaş yüksələn, bax belə deyək. Məsələn, mən heç kəs kimdən də xoşum gəlməndə, onun üzünə deyirəm ki, səndən xoşum gəlmədi. Bu iş belədir. Yəni, bəzi hallarda deyirlər ki, Namiq elə hamının üzünə söz deyir, rahat şəkildə bunu deyirsiniz. Rahat şəkildə bunu deyirəm, ona görə mən içimdə saxlamıram. Deyirəm ki, məsələn, sən belədir, bu belədir, bu da belə idi. Birdən bəzi halda atamdaq deyir ki, bəzi şeylər var ki, son sözü sən əvvəldə deyirsən də, bunu demə. Deyirəm, Allahım, mən beləyəm də, bunu mən deməliyəm. O bizim Bəhman Vətənoğlu, Allah rəhmət eləsin, mən aşığam, təbii ki, onu şeylə deməliyəm. Yəqin ki, Sıqatel xanımın da inşallah hikmətli sözlərindən deməyə sözü var, təbii ki. Bəhman Vətənoğlu'nun çox gözəl bir şeiri var. Ümumiyyətlə, ürəyin təmiz olandan sonra, deyir, təmiz qəlbin ola, acıca da pulun. İndi birdən deyirlər ki, filan kəs aşıq getdi, bir maşın aldı da, yəni maşın aldı. Bir maşın aldı, deyirəm, lap gözəl. Nəyə pisdir ki, maşınım olmasa, görsə yolun qırağında saxlayıb mənim maşını götürəcək də, deyəcək ki, qardaş, gəl səni filan yerdə düşürüm. Və filan kəs bir bağ evi aldı və yaxud da filan kəsin bir binadan evi. Abi, deyirəm, bunun qardaş, ya bunun ziyanı yoxdur. Əksinə, indi Bəhman Vətənoğlu'nun çox gözəl bir şeiri var. Deyir, təmiz qəlbin ola,
acıza da pulun. Bu dünya durduqca çox eylər Allah. Yoxdan var yaradar, heyran qalarsan. Varı bircə anda yox eylər Allah. Oturma qəzəpli, durma qəzəpli. Ağlama qəzəpli, gülmə qəzəpli. Məcnuna da yazığa da bir daş vurma qəzəpli. Döndərib sinənə ox eylər Allah. Demə puldan yazır, pula möhtacdır. Təmiz ad bəhmanın başında tacdır. Namərdin milyonu olsa da acdır. Mərd olan insanı tox eylər Allah. Yəni gərək ürəyin təmiz ola. Yəni kimisə paxıllığını sevmək nə lazımdır? Yəni bu əziyyət verir insanlara. Namətin sözünə güvər. Mənim prodüserim Pərviz Fəqanla hər dəfə biz bir uzaq məsafəyə gedəndə, uzaq yol gedəndə bir indi el şənliyinə yolda bilirsiniz danışdıqdan sonra falan kəs niyə üçün bu qədər paxıl olub? Bax deyir, axı onun o sözü həmişə mənim yadımda qalır. Deyir, misal üçün, deyir ki, hamı misal üçün sizin maşından və yaxud da misal üçün Namiqin sürdüyü maşından sürsə, bu dünyanın özü də maraqsız olar. Nə qədər gözəl sözdür bu. Axı deyir, nə olsun, mən istəyirəm ki, mənim də samalyotum olsun, nə bilim, təyyarəm olsundur. Amma deyir, mənim də olsun, onun da istəsin olsun, o da olsun. O zaman deyir, həyat rəngarəng olmaz, həyat da maraqsız olur. Bunu deyir, düşünən deyir, təəssüf ki, çox azdır və biz bölüşürük, görürsünüz ki, və belə şeyləri. Amma bax, bu yaxında mənim şəxsən özümün oxuduğum mahnılarımı neçə müğənnilər oxub, öz Instagram səhifəmdə o müğənnilərin səslərini paylaşıram. Yaxın günlərdə Nadir Qafarzadə. Gözəl atdım. Hə, valla. Kimsə də bilməsən, Cığatı xan bilir, məndə paxıllıq olan şey yoxdur, mümkün deyil. Özdə hələ müğənni bəlkə biraz o qibtə ilə yanaşır və yaxud da ki, nəsə bir paxıllıq eləyə bilərlər. Mən Allah da şahidimdir ki, bəlkə də onun çörəyini yeyirəm bugün, bilmirəm. Mən heç vaxt onu eləmərəm. Hətta bir yaşlı bir kişi belə mənim mahnımı oxuyubsa, onu Instagramında qoyuram, insanlara təqdim edirəm. Bir həftə bundan öncə Nadir Qafarzadə mənim mahnımı oxumuşdu. Mən gördüm öz səhifəsində paylaşıb, tez götürdüm öz səhifəmdə də paylaşdım. O qədər mənə xoş oldu ki, amma adam da var, müğənni var, deyir, əsəbləşir, zəng var. Sən nə üçün ona demirsən ki, sənin mahnını nə üçün oxuyub? Amma mən sevinirəm. Deyir ki, Həzrət Əlinin kəlamı var. Bu, əlbəttə, hamı üçün qəbul olunmuş bir haldır. Kifayət edənə qane olan kimsə, rahatlıq mənzilində xoşbəxt ömür sürər. Kifayət edənə qane olan kimsə. Yəni, kiminsə həyatda bir qisməti olur, deyək ki, sənətdə, sənətkarlıqda, ifada, oxumaqda, Allah hərəyə bir cür səs verir. Sənin paxıllıq eləməyindən onun olmasıdır. Xoşbəxt olmaq üçün kifayət olana sən nəyə nail olmanın qane olmalısan. Belə səsi var, onun elə səsi var. Bunu belə sevirlər. Xoşbəxt olmaq istəyirsənsə, paxıllığı rədd elə. Yaşamaq istəyirsənsə, paxıllığı rədd elə. Ən üçün paxıllıq eləyir eləsin. Valla, bax, bizim özümüz, indi Nazan xanım da, Cığatın xanım da gedirik məclisədə, birdən bir sənət yoldaşımız gəlir oraya. Düzdür. Ay Allah, güya ki, sən kimsən ki, özü elə dağıtır, elə baxır ki, orada. Ki, sən nə qədər paxıllıq eləsən də, Nazan xanımı sevən, Cığatın xanımı sevən, Namıqı sevən, bu dəvət edəcək də, ağzını, yenə bu gəldi. Və yaxud da, nə bilim, belə başınla, gözünlə, elə bir... Yəni, mimikasından artıq hiss edir. Hələ bunu bir kənara qoy, Namıq, mikrofonu bir saat saxlayır, imkan vermir oxumağa ondan da. Həbədə, yəni ki, qol... Yox, sonra başlayırdım. Deyir, kim məni gözündən salmaq istəsə, qoy salsın, mən düşüm, aman gözündən. Mənim yerim yaxşıların ürəyi, düşəndə düşürəm yaman gözündən. Xəbislik əlindən lələ dağlısa, gözünün giləsi göylü ağlısa, əşi, mən mi günahkaram gözü bağlısa, neyiniyim baxanmır vicdan gözündən? Oyat cığat elir röyadan düşüm. Qoy batsın alverim mayadan düşüm. Vurulum, yıxılım qayadan düşüm. Mən bircə düşməyim sübhan gözündən. Sözün ifadə tərzidir. Bu bir qabiliyyətdir. Hər kəsə verilməz. Hər kəsin şeirini bu yəni, çatdıran bundan ləzzət ala bilməyən insan sadəcə bədbəxtdir. Bunun paxıllığını çəkən sadəcə özünə ziyan eləyir. Bax, burada indi... Buyurun. Amma nə qədər olur olsun, nə qədər danışılsın, həyatın paxılı da var, yaxşısı da var, pisi da var. Amma biz deyirik ki, özünə ziyan eləməsin. Mən də bir alimə sual verdim. Hətta orada, yəni,
hüquqşünas da var idi. Elə belə nəysə bir söhbət olmuşdu. Dedim ki, mən sizdən bir şey soruşum. Həqiqətən mən bu şeirin içindəcə başım axıb getmişəm. Mən ancaq bu şeirlərəm. Yəni tanıyanlar bilir məni. Dedim ki, həkim, sual verdim ki, bax mən bu insanlara nə pislik eləməmişəm, nə sözünü danışmamışam. Yəni heç bir zərrə qədər mənfi cəhət göstərməmişəm. Bunlar niyə belə, yəni mən ürəyim ağrıyır ki, niyə ki xoş münasibət pozulsun? Dedi, eləyibsən pislik. Dedim, necə eləmişəm ki? Dedi, işte, yaxşı şeir yazıbsan, yaxşı danışıbsan, xalq da səni sevib, bu da olub sənin pisliyin. Bu da pislik, bu da qısqanclıq. Dediniz ki, necə görməmək olar? İstedadı, gözəlliyi, bu gözəlliyə, bu bacarığa göz yumaq paxıllıqdır. Bəli, biz bugün paxıl deyirik, xanımlar saata isə paxıl deyir. Ona görə biz də Banu xanımın əl işlərini böyük həvəslə, böyük məhəbbətlə təqdim edirik tamaşaçılarımıza. Bəli, budur. Burada xanımları görürsünüz, əziz tamaşaçılar. Xanımlar saatına özəl olaraq belə bir rəsm çəkib. Banu xanım çox bacarılı xanımdır. Əl işlərini bəyənirəm. Keçən səfər də bizə gəlmişdi. Tamaşaçılarımız da artıq onu tanıyır. Necə gedir işlər Banu xanım? Aha, bir sarı saçlı bir xanım rəsmi görürəm. Hələ tamam deyil. Aha, yekunlaşdırandan sonra görəcək. Amma vaxtımıza az qalır Banu xanım. Əla, əziz hörmətli qonaqlarımız, maraqlı söhbətlərimiz var, davam edəcək. Amma bizim bir maraqlı sujetimiz də var, əziz tamaşaçılar. Biz bu yaxınlarda Gürcüstan Azərbaycanlıları ilə görüşdük. Oradakı evdar xanımlar, ümumiyyətlə oradakı xanımlarla görüşdük, həm söhbət olduq. Onların əl qabiliyyəti ilə, bacarıqları ilə tanış olduq. Bizim görüntülərimiz var, əməkdaşlarımız orada çox xoş təəssüratlarla qayıdıb, əziz xanımlar. Salam əziz xanımlar. Xanımlar saatı verilişi bugün Gürcüstanın Bolnisi rayonundadır. Gəlmişik Subaya xalamızı görməyə. Eşitmişik ki, ən dadlı xəngəli burada siz hazırlayırsınız. Gündəsi düşür, yayırıq, kəsirik. Qurudunu əzirik, yağ soğanını eləyirik, pişiririk, çəkirik, siz də yeyirsiniz. Bacararsan. 2 dəfə gəlib mənim yanımda qalsan, bacararsan hər şey. Yəni ayrı-ayrı tökmək lazım. Gəlin, mən də sizə kömək edeyim. Mütləq bizi izləyin ki, bu sujetləri görəsiniz. Xanımlar saatındasınız əziz tamaşaçılar. Verilişimizə AİK şirkətinin və ITCC xaricdə təhsil mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Və bugün də hər zaman olduğu kimi çox maraqlı bir mövzumuz var, hörmətli qonaqlarımız var və müzakirə eləyirik ki, bu dərddən, bu bəladan, paxıllıq hissindən necə qurtulaq? Bunun da yolları var. Yolları var. Davud müəllim dedi, bizə açıqladı ki, kinli olmaq lazım deyil. Ondansa xoşbəxt olmaq lazımdır, yaxşı düşünmək lazımdır, uğurlar arzulamaq lazımdır yoldaşlarına, həyatdakı insanlara. Bəs Davud müəllim, paxıl insanı biz necə ayırt edə bilərik başqa insanlardan? Bunun hər hansı bir əlamətləri var mı? Əlbəttə ki, var. Yəni, insanın gözündən görünür o. Gözündən görünür. Heç kim öz ayranına tuş demir. Aha, əlbəttə heç kim deməz ki, mən paxılam. Kimdən soruşsan ki, sən ağıllısan, heç kim deməz ki, mən ağılsızam. Yox, davranışından insan... Kimə desən ki, sən paxıl, sən deyər nə danışırsan, məndə elə şey yoxdur. Mən dünyanın ən saf insanıyam, ha? Amma əməlindən görsən. Amma qıraqdan müşahidə ediləndə, üzr istəyirəm Zəratə xanım, qıraqdan müşahidə ediləndə bilinir ki, kim paxıldır, kim paxıl deyil. Hardan bilə bilərik Namiq? Niyə baxanda hiss olunur da? Nazənin xanımın bir fikri var idi. Dedi ki, əziyyət çəkir bu insanlar və yazığım gəlir bu insanlara. Və dedi ki, mən heç zaman paxıllıq eləməmişəm. Nə xoşbəxt insansınız o zaman, ha? Doğrudan da xoşbəxt insanam. Çox xoşbəxt insanam ki. Paxıl olmayanları dəvət eləyib, siz adam üzrəli də danışabilir üzrəli. Hardan bax paxılları? Kimdir? Biz bilmirik axı. Əlamətlərini də bizə söyləmədiniz. Namikdə də paxılları. Amma... Vallahi desəm, onda gərək aləm deyəcə bildiğində elə deməyəcək. Mən bunu dəfələrlə olmuşam belə verilişlərdə bu mövzunu qoyublar. Mən demək ola bir 15 ildir ki, bu söz deyirəm ki, həmişə deyirəm ki, artıq bu söz hamı bilir, mən çox işlədirəm. Deyirəm ki, xəstə insanlardılar, bir psixoloqa getsinlər, həkimə müraciət etsinlər. Çünki içəridən, daxildən insan yeyir bunları və artmırlar. Verilişin bu mövzuda önəmliyi ondadır ki, bizə cavan nəsil baxır, formalaşan nəsil baxır, şagird baxır,
Yəni elə insanlar baxır ki, o gələcəkdə özünü necə eləsəm daha yaxşı olar, paxıllıqla olan hissi və yaxud da ki, təəssübkeşliklə olan hissi və yaxud da digər insani xüsusiyyətlərinə olan şeydir və mən necə olsam Sonra yaxşı mən də bir olaram. tövsiyəm olacaq Bu paxıllara. baxımdan verilişin, bu mövzunun paxıl onsuz da paxıldır dediyim kimi Qozbeli qəbul edəcəklər. Gözəl nəticəyə gəldik. Davud müəllim də məsləhətlərini bildirdi gənclərimizə. Bəli, son nəticəyə gələk. Hər kəs son fikrini söyləsin, tamamlayaq. Buyurun. Bir tövsiyəm olacaq paxıllara. Nazən xanım demiş, həqiqətən adam ürəyi ağrıyır onlara. Bax, şairdirsə, getsin fikrini bu şeylərə cəm eləməkdənsə, getsin ən gözəl şeir yazsın. Yəni öz həyatı ilə Müğənnidirsə məşğul də, olsun. getsin gözəl bir yaradıcılıq, gözəl bir mahnı yaratsın. Aşıqdırsa, getsin yeni bir ifa eləsin. Həkimdirsə, daha gözəl xəstə sağalsın. İnsanlar gözəl baxarsa, gözəlliyə, gözəl baxıb pisləyirsə, artıq bu xəstəlikdir. Yəni bu gözəldir də, bu iş gözəldir, bu ifa gözəldir, bu sənət gözəldir, bu çiçək gözəldir, bu veriliş gözəldir. Əgər biz bunu... Siz də çox gözəlsiniz, Nazənin xanım. Yəni bunu etiraf etsək nə olacaq ki bizə ehtiyacı var? Valla mən üzr istəyirəm, bəyək həkim çox gözəl dedi. Mütaliə deyəndə deyir, oxumuşam aliməm, mən dərsimi qeybanədən almışam. Ruhum dərgah ilə zikri səfərbər, qeybanədə sübhanədən almışam. Mən elə varlıyam, savab sərvətim. Mən elə kasıvam, yoxdur nifrətim. Ağıllı dəliyəm, dərsim, ibrətim, Bəhlul kimi divanədən almışam. Əla. Səslənirəm səsimdəki eşq günü. Doğulandan günüm olub eşq günü. Anlamışam Füzulinin eşqini. Mən bu dərsi peymanədən almışam. İnləmişəm, inlədincə tarsimi, süsləmişəm avandımı, tərsimi. Cığat eləm, oxumuşam dərsimi, həyat adlı bərnamədən almışam. Mən bu dərsi qeybanədən almışam. Əla, alqışlayıram. Əla, alqışlayıram. Bu sözləri yazan adam. Bu gözəl ifayla. Banu xanımın da işini görək. Hazırdırmı? Banu xanım, tamaşaçılar görmək istəyir sizin işinizi. Çox müasir bir xanım rəsmi görürəm mən burada. Maraqlıdır, gəlin baxın. Cığatə xanım, siz də istəyirsinizsə buyurub baxa bilərsiniz. Bəli, sarışın gözəl. Sarışın gözəl var burada. O gözlərində ürəklər, sevgi, sevgini təsvir eləyib gözlərində. Deməli, haradasa yenə belə istinadən sizə gedir. Dedin ki, gözlərində ürəklər. Əslində ürək şəkli var, gəl bura bax. Əslində göz ürəyin aynasıdır. Gözlər qəlbin aynasıdır, bəli. İlk dəfə sevgini bildirən də gözlərdir. Ay, Banu xanım, hazır deyil, amma tamaşaçılar bunu görmək istəyir. Davud mənim, sizə də maraqlı deyilmi? Aha, gözlərindən sevgi görünən, xoşbəxtlik görünən bir xanım var, amma tamam deyil. Bax, sıxışdırdıq Banu xanımı, həbbət tablosudur, deyilmi? Biz verilişimizə burada, studiyamızda son qoyuruq, amma sizlə sağollaşmırıq. Xanımlar saatını izləməkdə davam eləyin, çünki söz verdiyimiz kimi Gürcüstandan, Gürcüstan Azərbaycanlılardan maraqlı sujetlərimiz var. Salam əziz xanımlar. Xanımlar saatı verilişi bugün Gürcüstanın Bolnisi rayonundadır və buradakı Azərbaycanlı xanımlarımızın bacarıqlarını sizə göstərəcəyik.
Gəlin mən də sizə kömək edeyim. Çəkmək olar. Yəni suyunu süzməliyik, qəşəng süzməliyik suyunu ki. İndi verin mən də bir, siz bacarırsınız, bir mən də görüm. Suyunu süzürük belə. Yenə götürürük suyunu süz. Düzdür? Düzdür. Başarırsın. Bacarmasaq da öyrənəkdə bir şey. Test edilir. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır, öyrənirəm. Başqa yəni, quruta başqa nə əlavə edirsiniz? Yəni qurut mən bildiyimə görə bərk olur. Əzirik, qırırıq, su tökürük, qız isti su ilə əzirik, sonra sarımsaq tökürük. Sarımsaq yəni yaşıl bəsdir. Göy sarımsaqdır. İndi bu saat göydür, sonra da xırda sarımsaq. Ağ sarımsaq olur. Subaya xalamız gətirdi öz payını da. İndi gəlin burada yer boşaldaq. Gəlin siz də əyləşin. Sağ olun, çox sağ olun. Süfrəmiz bol olsun. Çox dadlıydı xəngəl. Dedikləri qədər yəni var idi. Yağış da yağdı, yəqin ki biz yola düşərik artıq. Siz nə sözünüz var? Çox sağ olun, xoş gəlirsiniz, halalınız olsun. Həmişə gəlin, qapımız açıqdır siz üçün. Nə vaxt istəyirsiniz gəlin. Bir də gələndə sizə kebab pişirəcəm. Elə onu deyəcəkdim ki, xəngəlimizi dadlıq, deyirlər kebabımız da dadlıdır. Gələn dəfə də kebaba gələr. Gəlin, xoş gəlin. Xoş gəlmisiniz. Həmişə siz gəlin. Salamlarımızı çatdırırıq bir daha, hörmətimizi, sevgilərimizi çatdırırıq. Belə, bana onlar göstərək, icazə verdi və nəhayət, bax, sizinsə gözləriniz hər zaman belə məhəbbətlə, sevgi dolu xanımlar saatına baxsın. Əla. Ürəklərə bilinməz, gözdən doğan bir xilqətdir məhəbbət. Sevginin xilqətini yaratmış qızımız eşq olsun. Əla, nə gözəl. Paxıllıqdan başladıq, sevgi ilə nöqtə vurduq, tamamladıq. Elə buradaca sağollaşaq əziz tamaşaçılar, xanımlar saatını həftə 2-5 gün izləməyi unutmursunuz. Sağ olun, görüşənədək.